Dəyərli Nurlanə xanım, bugün sizə deyəcəyimiz sözlər sizin sırf özəl gününüz olduğu üçün deyil, ürəyimizin bir dərinliyində, bir köşəsində sırf sizə ünvanlı olaraq qalan, sizə xas olan sözlərdir ki, bugün bunları kəlmələrə tökürük. Sizinlə analarımız, yaşamışlıqlarımız çoxdur. Sevincli, şirin, bəzən isə kədərli anılarımız olub. Hər geriyə dönüb baxanda anlayırıq ki, fərqi yoxdur, yaşanan pis anı olsun, gözəl anı olsun, onların gözəl bir xatirəyə çevrilməsinə səbəb məhz kiminlə yaşamağımızdır. Mənim doğum günümdə mənə bir söz demişdiniz, qəlbinin xalisliyi iz buraxır deyə. Bu sözü dediyiniz zaman mənim üçün necə ömürlük, unudulmaz, gözəl bir xatirəyə çevriləcək bir söz olduğunun bəlkə də fərqində deyildiniz. Amma bu sözə layiq olmaq və bu sözü qəlbi həqiqətən də xalis, gözəl olan birindən eşitmək çox gözəl bir hissdir. Düşünürəm ki, sizin ətrafınızda da belə gözəl qəlbdə görə biləcəyiniz insanların olması elə məhz sizin ürəyinizin xalisliyidir. Doğum gününüz mübarək, yeni yaşınız gözəl günlərlə və gözəl insanlarla gəlsin. Bugünkü dərsimizin mövzusu uğurlu rəhbər necə olur mövzusudur. Cavabı isə çox sadədir. Komandasına dəyər verən, inkişafını dəstəkləyən və hər zaman nümunə olan rəhbər uğurlu rəhbərdir. Məhz elə sizin kimi. Ad gününüz mübarək olsun, dəyərli Nurlanə xanım. Salam, dəyərli, əziz və mehriban Nurlanə xanım. Artıq biz 8 ildir ki, bir-birimizi tanıyırıq. Bu 8 ildə bir-birimizə deyərdim ki, daha yaxın olmuşuq. İllər bizi bir-birimizə daha çox bağladı. Nə yaxşı ki, mənim həyatımda varsınız. O ilk görüşümüzü Sevda xanımın Nurlanə, bax gör necə bir mühasib gəlirdir deməyini də heç vaxt unutmayacağam. Bir də deyirəm Nurlanə xanım, nə yaxşı ki, mənim həyatımda varsınız. Nə yaxşı ki, bizi bir-birimizə bağlayan böyük bir bağ var. Bu bağın kimlərdən ibarət olduğunu biz yaxşı bilirik. İnşallah ki, qiyamətə qədər də bu bağ bizi hər zaman bir-birimizə möhkəm və bağlı qərar verər. Sizi çox istəyirəm, bağrıma basıram. Qal istəməniz olsun. Sizi çox istəyirəm. Əzizimiz Nurlanə xanım, sizi yalnız rəhbər kimi yox, çox səmimi, mərhəmətli və nümunəvi bir insan kimi tanımışam. Bununla da siz bütün insanların, hər kəsin qəlbində xüsusi bir yer qazanmısınız. Allah qəlbinizin gözəlliyini, üzünüzün nurunu və həyatdakı sevincinizi daim eləsin inşallah. Allah ömrünüzə bərəkət versin. Yaxşı ki varsınız. Doğum gününüz mübarək. Nurlanə xanım, siz mənim üçün çox dəyərlisiniz. Sizi həqiqətən çox sevirəm. Bu gözəl özəl gün münasibətilə sizi təbrik edirəm. İlk öncə möhkəm can sağlığı arzulayıram sizə, xoşbəxt ömür diləyirəm. Diləyirəm ki, yollarınız hər zaman işıqlı olar və qəlbiniz kimi gözəl ömür yaşayasınız hər zaman. Sizi çox sevirəm, öpürəm sizi. Çox dəyərli Nurlanə xanım, təkcə bir rəhbər olaraq yox, insan olaraq, ana olaraq tanıdığım ən gözəl nümunələrdən birisiniz. Səmimiyyətiniz, qayğınız, diqqətiniz düşünürəm ki, bir çox insanın həyatına iz qoyub. Sizə sağlam, uzun, xoşbəxt ömür arzu edirəm ailənizlə birlikdə. Üzünüzdən gülüş, qəlbinizdən huzur əksik olmasın. Sizi sevirik, doğum gününüz mübarək. Nurlanə xanımcığım, bugün günlərdən sizin gününüzdür. Ad gününüz mübarək. Allah uzun ömür, can sağlığı versin. İnşallah ki, bütün ömrünüz boyu ürəyiniz istədiyiniz kimi keçirərsiniz. Çox püştü cümlələr qurmağı bacarmıram açığı. Sadəcə bilmənizi istədiyim odur ki, həqiqətən də çox dəyərlisiniz mənim üçün. İlk gəldiyim gündən bəri çox, belə deyək də, digərləri kimi çox illərdir belə tanışdığımız. Sadəcə ilk gəldiyim gündən bəri belə tək diqqət etdiyim olmuşdu ki, İlk gələndə də elə hiss etdirirdiniz ki, yəni təzə kimi yox, sanki illərdə içinizdən biriymiş kimi. Mənim üçün yeni daxil olduğum ortamlarda ən çox belə diqqət yetirdiyim nüanslardan biri də elə buydu ki, hansı ki özümü rahat hiss edirdim. Bunun üçün də o mühiti yarada bildiyiniz üçün ilk gəldiyim gündən bəri etdiyiniz dəstəklər üçün, hər şey üçün çox sağ olun, yaxşı ki varsınız. Bəzi insanlar vəzifələri ilə deyil, öz xarakterləri ilə daha çox yadda qalırlar. Siz də o insanlardan birisiniz. Zərifliyiniz, insanlara olan münasibətiniz, anlayışınız ilə insanların sevgisini qazanmısınız. Nə yaxşı ki varsınız. Neçə gözəl illəriniz olsun. Sevirəm sizi. Salam Nurlanə xanım. Bugün sizdə gördüyüm və çox sevdiyim xüsusiyyətlərinizdən danışmaq istəyirəm. Bunlardan ən önəmlisi əməyə dəyər verməyinizdir. Bəzən bir insan bir işə saatlarını ayırır, amma onun qarşılığında eşitdiyi adicə xoş söz belə ona bütün yorğunluğunu unutdurur. Əməyimizə verdiyiniz dəyəri, etdiyiniz gözəl jestləri hər zaman hiss elətdirirsiniz. İnsanlara göstərdiyiniz qayğı,
diqqət, deyərdim ki, sizi rəhbər olaraq fərqləndirən ən gözəl xüsusiyyətlərdəndir. Ad gününüz sizə sağlamlıq, çoxlu uğurlar və ürəyinizdəki bütün gözəl arzuları gətirsin. Hər zaman sevib sevilin. Hər zaman belə qayğıkeş, xeyirxah və ətrafında işıq saçan insan olaraq qalın. Ad gününüz mübarək. Nurlana xanım, sizin xoşunuza gəlir deyə saçlarımı bugün buruq saxlamışam. Əslində o fənləməyə vaxt çatmayıb. Şaka, ona görə buruq saxladım. Nurlana xanım, sizi çox istəyirəm. Yaxşı ki varsınız, çox dəyərlisiniz mənim üçün. 9 ildə həyatımı dəyişdirən insan olmuşsunuz. Hazırda da həyatımda olan bütün insanlar sizi tanıyır. Hamıya sizdən danışmışam. Mənim üçün nə qədər dəyərli olduğunuzu onsuz özünüz bilirsiniz. İnşallah ki, həmişə yanımda olarsınız. Çox istəyirəm sizi. Öpürəm. Biri var idi, biri yox idi. Hər şeyin başladığı bu yer var idi. Tam 13 il öncə hər şey tam da buradan başlamışdı. O vaxtlar bu adi bir tanışlıq kimi görünsə də, indi başa düşürəm ki, hər şey elə buradan başlayıbmış. Eyni damadda uzun zaman bərabər ola bilməsək də, keçdiyimiz qısa zaman ərzində sizdən özümə əsl insanlıq nümunəsi götürmüşəm. Sizi sakitliyi ilə insanlara güvən verən, ən çətin vəziyyətlərdə belə rahatlıqla çıxış yolu tapan biri kimi məhz elə burada tanımışam. Burada isə münasibətlərimiz artıq ən gözəl dövrünü yaşayır. İndi isə bütün kollektivin adından demək istəyirəm ki, həyat qorxutmaz bizi. Yanımızda siz varsınız. Yıxılsaq, siz qaldırarsınız. Ağlasaq, ilk siz duyarsınız. Korkutmaz beni, yanımda sen varsın. Düşersem sen kaldırırsın. Ağlasam ilk sen duyarsın. Sarılıp sarmalar, düşlerden uyanmayız. Sıkılırsak Mərhəmətli, səmimi, nümunə bir Məsələlərə reaksiyaları fərqli olur. Alo, səs. Tərk etməsiniz gözəl. Dəqiqə. Yox, elə sənətlə baxır ki, yəni burada nə gəzirik də, yəni o mənada. Dəyərli və əziz. Yox, balım daşır. Nurlana xanım deyil, siz falan başladım. Sonra gördüm, oyun sizlə gitmir, sənə keçdim ama inşallah kusura bakmazsın. Ən az olan başladım, bilməm. Biri var idi, biri yox idi. Gözəl hekayəmizin başladığı bir yer var idi. Tam